Salam əziz istifadəçilər. Bugün sizlərə Unik Kitabxana İnformasiya Mərkəzinin 2 saylı kitabxanasına daxil olan yeni kitablarla bağlı ilk videonu təqdim edəcəyik. İlk nəşrimiz müəllifi Zaur Vəliyev olan Fiskal Dayanıqlılıq kitabıdır. Nəşrdə büdcə dayanıqlılığı mövzusuna geniş yer verilməklə fiskal intizam və institutlar, fiskal şuralar, büdcə şəffaflığı və hesabatlılığı, fiskal diaqnostika, fiskal risklərin təhlili kimi mövzular, həmçinin beynəlxalq təcrübədəki nümunələr təhlil və tədqiq edilmişdir. Növbəti vəsaitimiz müəllifləri Mişkin və Ikins olan Maliyyə Bazarları və İnstitutları adlı tərcümə kitabıdır. Nəşrdə maliyyə bazarları və maliyyə institutlarının əsasları, mərkəzi bankçılıq və monetar siyasətin tətbiqi, maliyyə bazarları, maliyyə institutları sənayesi və sair mövzular geniş əhatə olunmuşdur. Kitabda hər bir mövzunun sonunda o mövzuya aid olan əsas terminlər, suallar, hesablama məsələləri, internet tapşırıqları verilmişdir. Üçüncü kitab müəllifləri Babayev, Səmədova və Balacayeva olan Beynəlxalq Ticarət adlı dərs vəsaitində dünya bazarı və beynəlxalq birjalar, beynəlxalq ticarət müqavilələri, elektron ticarət, beynəlxalq ticarət və onun qloballaşmaya təsiri, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə beynəlxalq ticarət, Azərbaycanın beynəlxalq ticarət əlaqələri və sair mövzular haqqında bəhs edilir. Müəllifi Günay Pənahova olan Davamlı və İnklüziv İnkişafın İdarə Edilməsi kursunun öyrənilməsinə dair adlı 4-cü kitabda davamlı və inklüziv inkişafın mahiyyəti və prinsipləri, davamlı inkişafın iqtisadi, sosial, ekoloji indikatorları, inklüziv inkişafın mahiyyəti və nəzərə əsasları açıqlanır, Azərbaycanda davamlı inklüziv inkişaf konsepsiyasına keçidin qanuna uyğunluqları və sair məsələlərdən danışılır. Sonuncu nəşrimiz Ərəbiyyə Mustafayevanın Əmək hüququ üzrə işçinin məsuliyyətinin hüquqi tənzimlənməsi kitabında əmək hüquq elminin və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müddəaları əsasında əmək hüququ üzrə işçinin məsuliyyətinin hüquqi tənzimlənməsinin nəzəri və təcrübi məsələlərinin kompleks şəkildə tədqiq olunmasından bəhs edilir. Əziz oxucular, mövcud və yeni nəşrlərlə daha yaxından tanış olmaq üçün sizi kitabxanamıza dəvət edirik.